Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? Ümumiyyətlə, cəmiyyət inkişaf elədikcə, bütün inkişaf etmiş ölkələrdə cəmiyyətlər psixoloji olaraq rahatsızlığın içinə girirlər. Çünki belə deyim də, insan intellekti yüksəldikcə psixoloji sarsıntıların da dərəcəsi artır. Məsələn, dünyada çox böyük, belə deyim ki, yüksək səviyyəli inkişaf etmiş ölkələrin içində psixoloji klinikalar, yəni psixiatrik, psixolojik yardım xəstəxanaların sayı daha da artmışdır. Niyə? İntellektual səviyyə, yaşam tərzi yüksək olduğu yerdə adrenalin zəifdir. Adrenalin olan mühit olmalıdır ki, adrenalini yaxa bilsin insan və kompensasiya elə bilsin qarşı tərəfi. Ona görə də bəzi ölkələrdə var, insanların refleksləri itif. Nə deyirsən üzünə gülür, nə deyirsən qımışır. Amma bizdə sərtlik var, qımışmaq da var. Bütün insan reflekslərinin çoxsu var. O ölkələr, o xoşbəxt ki, o cəmiyyətlər xoşbəxtdir ki, bu dediyimiz reflekslərin hamısı insanlara məxsus olaraq standart yaşaya bilir, süniləşməmişdir. Süniləşməmiş mimikalar daha insan cəmiyyətlər üçün daha uyğun və seçkin olur.